Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt Yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz olduqca maraqlıdır. Söhbət açacağam ki, qadın və kişi sevgili evlilik münasibətlərində kişilər sadiqdir, yoxsa qadınlar sadiqdir? Çox insanlar, istər qadınlar, istər kişilər düşünəcək ki, yəni əsas xəyanət edənlər kişilərdirlər. Kişilər sadiq deyillər, amma qadınlar daha sadiqdir. Amma burada bəzi fərqlər var. Söhbət əgər cinsi münasibətdən gedirsə, burada qadınlar daha sadiqdirlər. Kişilər sadiqliyi tez-tez pozurlar. Lakin məsələ burasındadır ki, duyğusal olaraq kişilər daha sadiqdirlər. İzah eləyəcəm nəyə görə. Kişi qadınına xəyanət eləyəndə, deyək ki, 5 nəfərlə, 10 nəfərlə, 20 nəfərlə fərqi yoxdur. O, evə gələndə o fikri kənarda qoyub, ailəsinlə normal bir şəkildə davam edə bilir, övladlarına da baxa bilir, ailəsində təmin edə bilir, həm maddi, həm sevgi baxımından, elə hər şey baxımından. Yəni, kişi yaşadığını orada buraxa bilir. Yəni, bu o deməkdir ki, kişi duyğusal olaraq yenə öz ailəsinə bağlıdır, ailəsinə sadiqdir. Başa düşürsünüzmü? Yəni, kişinin kriteriyaları da çox olur. Bəzən elə buna görə də qadın, yəni kişi xəyanəti görən qadın düşünür ki, bu qədər qadınlarla gəzir, bəs məni nəyə görə boşamır, bəs nəyə görə məndən ayrılmır? Bax, elə məsələ burasındadır ki, sənə aşiq olmasa belə, emosional cəhətdən sənə və ailəsinə bağlı bir adamdır. Təbii ki, istisna halları çıxıram, psixopatlar, sosiopatlar, narsistlər, bunlardan danışmırıq. Pis vərdişləri olanlardan, kriminallardan danışmırıq. Normalda belədir. Lakin qadın isə cinsi baxımından daha sadiqdir, lakin duyğusal baxımından sadiq deyil. Qadının ürəyi ki, birinə aid oldu, yəni bir dəfə ki, xəyanət elədi, o, necə deyirlər, həm bədənlə, həm də zehinlə o insana aid olur. Hətta öz həyat yoldaşı ilə yatağa girəndə belə, sevişmə məcburi olanda belə günahkarlıq hissi keçirdi ki, mən sevdiyim adama xəyanət eləyərəm. Qadın bir dəfə ki, xəyanət elədi, duyğusal olaraq o xəyanət elədiyi adama bağlı olur. Başa düşürsünüzmü? Yəni, sadiqliyi kişilərə baxanda duyğusal olaraq daha azdır. Hətta deyərdim ki, qat-qat azdır və bəzən də heç yoxdur. Elə ona görə də münasibətlərin çoxsu, istər sevgili münasibətlərində, istər evlilik münasibətlərində qadınlar tərəfindən pozulur. Yəni, qadınlar 80% hallarda daha çox boşanmalara müraciət edirlər və yaxud da belə deyək ki, sevgili münasibəti ilk tərk edən onlar olurlar. Elə bu səbəbdəndir ki, qadında duyğu bitdi mi, duyğu daha doğrusu sürətlə digər tərəflərə sürüşə bilir. Başa düşürsünüzmü? Yəni, məsələ budur. Nəticə etibarilə kişilər bədən baxımından sadiq deyillər, lakin duyğusal baxımdan daha sadiqdirlər. Qadınlar isə bədən baxımından sadiqdirlər, lakin duyğusal baxımdan sadiq deyillər. Kişi bir neçə qadınla münasibət olmasına rağmen öz həyat yoldaşı ilə normal şəkildə münasibəti davam elətdirə bilir. Qadın isə sadəcə bir kişi ilə münasibəti var deyənə bütün ailənin məhvinə neyir? Gətirib çıxarır. Yenə də burada axırda deyirəm ki, psixologiyada %100 məsələ yoxdur. Bunun tərsi də keçərlidir, lakin bu istisnadır. Lakin istisnalar da ümumi nəticələri dəyişmir. Ümumiləşmə dedikdə, yəni elmi düşüncə şəkli başa düşülür. Yəni, ən azından statistika götürülür və 2 milyard insanın təcrübələri ən azından ümumiləşdirilir və statistika çıxarılır ki, yəni çox hallarda, əksəriyyət hallarda dediyim şəkildədir. Burada yenə də deyirəm, istisnaları nəzərdə tutmuruq. Yəni bunun tərsi olan durumları. Diqqətinizə görə minnətdaram. Sağ olun.